Mövzu litasfer tavalarıdır. Testimizdə 2 dənə litasfer tavası verib. Birinci litasfer tavası Ərəbistan litasfer tavasıdır. İkisi də kiçik litasfer tavaları qrupuna daxildir. İkinci litasfer tavamız isə Naska litasfer tavasıdır və verilmiş cümlələri hansına aid olduğunu müəyyən edin deyir. Baxırıq, materik tipli yer qabına malikdir. Ümumiyyətlə 5 kiçik litasfer tavası var. Ərəbistan, Naska, Kokos, Karib, Filippin. Və bunların içərisində yalnız bir dənəsi materik tipli yer qabığına malikdir. Digərləri okean tipli yer qabığına malikdir. Və bu materik tipli Ərəbistan litasfer tavasına aid olmuş olur. Qeyd edirik 1-ə. Həm materik, həm də okean tipli yer qabığı cavabı B heç birinə aid deyil. C okean tipli yer qabına malikdir. Təbii ki, bayaq dediyim kimi bu Naska tavasına aid olacaqdır. C-ni 2-yə aid edirik. D cavabını oxuyuram. Cənub-qərb istiqamətində hərəkət edir. Litasfer tavalarımızın hərəkətinə diqqət yetirsək, Ərəbistan tavası Afrika litasfer tavasından uzaqlaşdığına görə Qırmızı dənizin hətta burada sahəsi böyüməyə doğru gedir və şimal-şərqə doğru hərəkət edir. Ona aid olmadı. Naska tavası isə burada subduksiya zonasında Cənubi Amerika tavası ilə toqquşduğuna görə şərqə doğru hərəkət edir və heç bir qərbə doğru hərəkət etmədiyinə görə D cavabını da heç birinə aid etmirəm. Y cavabında Sakit Okean odlu həlqəsinin formalaşmasında iştirak edir. Bu Naska tavasına aid olan cavab olduğuna görə ikinci cavaba aid edirik. Yəni doğru cavab 1-ə A, 2-yə C gedir.